İmamların həyatını kateqoriyaya bölənlər var. Deyirlər ki, məsələn, bəzi imamlar Əməvi, Abbasi zalımlarına qarşı döyüşüblər. İmam Hüseyn əleyhissalam kimi, İmam Həsən əleyhissalam kimi, ya Əli əleyhissalam kimi və s. Bəzi imamlar isə sakit qalıblar, susublar, yəni yola gediblər. Və adətən də İmam Sadiq əleyhissalamı belə çox qabardırlar ki, bəli, o elə davranıb ki, öz elmi işlərini önə çəkə bilsin. Bu, bir aspektdən baxanda doğrudur, amma o doğrudunun da öz forması var. Belə deyil ki, İmam Sadiq əleyhissalam və digər imamlar qətiyyən etiraz eləməyiblər Əməvilərə, Abbasilərə, elə oturublar yerlərində elmlə məşğul olublar. Biz onların mövqeylərini düzgün dəyərləndirməliyik. Bu nöqteyi nəzərdən İmam Sadiq əleyhissalamın dönəmindəki Abbasi xəlifəsi Mənsur Əd-Dəvaniqinin imama bir məktubu var. O məktub və onun cavabını nəzərinizə çatdırıram. Görün, imamın mövqeyi necə olub. Raval Məclisi fil Bihar, mərhum Əllamə Məclisi Bihar-ül Ənvarda 47-ci cilddə səhifə 18-də belə nəql edir. Ənəl Mənsur Əd-Dəvaniqi kətəbə iləl-İmam Sadiq əleyhissalam kitabən yəqulu fih. Mənsur Dəvaniqi, Abbasi xəlifəsi, sonunda da İmam Sadiq əleyhissalamı şəhid etdi. İmam Sadiq əleyhissalama bir məktub yazdı və həmin məktubda belə deyir. Limə lə təğşənə kəmə təğşənə səirun nəs. Görürsən ki, cəmaat gəlir, bizimlə görüşür, bizə təzim edir, bizə hörmət edir, gəlir bizim huzurumuza, bizə salam verir. Nə əcəb sən gəlmirsən? Sən niyə gəlmirsən? Niyə başqa cəmaat gəldiyi kimi gəlmirsən? Fəcəbəhul imam. İmam Sadiq əleyhissalam ona belə cavab yazdı. Mə indənə minəd-dünya mə nəxafuq. Nəxafuq aleyh. Bizdə elə bir dünya malı yoxdur ki, o dünya malını qorumaq üçün səndən qorxaq. Və lə indəkə minəl-əxirə mə nərcukə ləh. Sənin də yanında elə bir axirətə aid mənəvi bir şey yoxdur ki, biz ona tamah salaq. Və lə əntə fi ni'mətin fənuhənnikə aleyhə. Sənə elə bir nemət qismət olmayıb ki, gəlib təbrik edək. Deyək ki, mübarəkdir, nə gözəl nemətdir. Böyük xəlifə olmusan. Və lə təudduhə niqmətən fənuəzzikə bihə. Sən də hazırki mövqeyi, bu xilafəti qəsb etməyi bəla hesab etmirsən, müsibət hesab etmirsən ki, gəlib sən başsağlığı verək ki, səbirli ol, indi iş gəlib başına. Fəlimə nəxşək, niyə gəlim görüşüm səninlə? Niyə gəlməliyəm sənin yanıma? Nə səndə olan dünyaya tamahım var, nə səndə elə bir axirət var ki, ona ümid bəsləyim. Nə də məndə elə bir dünya var ki, onun əldən çıxması üçün səndən qorxum. Yəni, nəyə necəksən, canımı alacaqsan, mən də canımı Allaha verməkdən qorxmuram. Niyə sənin yanıva gəlməliyəm? Sən də elə bir məqam sahibi hesab etmirəm ki, təbrik eləyim, xilafət bizimdir, sən qəsb eləmirsən. Sən də bunu, bu vəziyyəti bəla hesab etmirsən, gəlmirsən, başsağlığı verilmiş, səbirli ol. Niyə gəlməliyəm sənin yanıma? Fəkətəbə iləhil Mənsur thaniyyətən. Mənsur yenə ona məktub yazdı ki, yəni sanki zorla gətirmək istəyirdi. Təshəbuna li tənsəhuna. Gəl bizim yanımıza, oturarsan, bizə nəsiyyət verərsən, bizə ağıl verərsən, alimsən, imamsan. Fəcəbəhul imam. İmam əleyhissalam ona yenə cavab yazır.
Yazır, mən ərədə dünya la yənsəhuk. Sən yanına gələn adam, mən və ya digəri, dünya əhli olsa, sənə nəsiyyət verməz. Niyə? Dünya əhlinin arzusudur sənin kimi olmaq. Nə nəsiyyət versin, nə xeyirxahlıq eləsin, nə desin? Desin ki, at bu dünyanı. Dünya əhli gəlib sən deməz ki, bu dünyanı at. Və mən ərədəl əxirətə la yəshəbuk. Axirət adamı olan mənəvi adam da sənin oturub durmaz. Niyə? Çünki sən dünya adamısan. Mən niyə səninlə oturub durmalıyam, niyə gəlməliyəm yanına? Baxın, İmam Sadiq əleyhissalam haqqındakı deyilir, sakit idi, dövrünün zalım xəlifəsi Mənsura qarşı mübarizə aparmırdı. Bu bizim başa düşdüyümüz və ya xoşladığımız kimi deyil. İmam mövqeyini elə qoymuşdu ki, Mənsur axırda məcbur oldu imamı şəhadətə çatdırsın. Yəni, İmamın İmam Hüseyin İslamdan, İmam Sadiq İslamın İmam Hüseyin İslamdan fərqi mübarizə metodunun fərqi idi. Başqa fərqi yox idi.